Dünyanın ən çox borcu olan, yəni ən kasıb adamı Jerome Kerviel'in hekayəsinə baxacağıq. Bu şəxs şöbə əməliyyatlarını qeydə almaqla məşğul olan nəzarətçi idi. Kerviel əməliyyatlar apararaq 2007-ci ildə banka 1,4 milyard avro təmiz qazanc gətirəndə heç kim ondan bu pulu necə qazandın soruşmamışdı. Kerviel 2008-ci ildə trader kimi müxtəlif birjalar arasındakı saniyəlik qiymət fərqlərindən pul qazanırdı. O, öz səlahiyyətlərini aşaraq gizli şəkildə 50 milyard avroluq riskli əməliyyatlar etməyə başladı. Bu məbləğ isə bankın öz bazar dəyərindən çox idi. Həmin il dünya birjaları çökməyə başlayanda Kerviel'in əməliyyatlarının üstü açıldı və bank milyardlarla pul itirdi. Məhkəmə əvvəlcə ona 4,9 milyard avro cəza kəsdi və onu həbs etdilər. Həbsdən çıxandan sonra məhkəmə qərarına etiraz etdi. 2016-cı il təzminat 1 milyon avroya qədər endirildi. Maraqlısı odur ki, Kerviel illərlə banka gözləniləndən daha çox pul qazandırdığı zaman, bank rəhbərliyi bunu araşdırmamışdı ki, artıq pulun mənbəyi nədir? Amma pul uduzanda araşdırıldı.